İranla sərhəd kəndlərə yol çəkilməsinə nail olduq, amma məni səngərdə əyilən erməni əskərinə görə tənqid etdilər. Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Today Press TV-nin sorğusuna cavab verərkən deyib. O, illər öncə böyük müzakirələrə səbəb olan çıxışının pərdəarxası məqamlarını açıqlayıb və seçicilərinin rəğbətini qazanan konkret fəaliyyətindən də danışıb. Millət vəkili 6 il öncə cəmiyyətdə kəskin tənqid olunan ifadəsinə aydınlıq gətirib. 6 il bundan öncə, hələ 2-ci Qarabağ müharibəsi başlamamışdan əvvəl söyləmişdim ki, erməni əskəri Azərbaycan əskərinin qarşısında qorxur və əylə-əylə gəzir. Bu fikir təsadüfən yaranmamışdı. Məsələ ondan ibarət idi ki, erməni zabiti səngərə girəndə bir əskərin küncünə sıxılmış vəziyyətdə qaldığını və ayağa qalxmadığını görmüşdü. Səbəbini soruşanda isə bildirmişdilər ki, Azərbaycanın PUA-larının yaratdığı qorxu onda ciddi psixoloji gərginlik formalaşdırıb. Həmin əskəri səngərdən təmiz havaya çıxaranda da o dik dayana bilməmiş, yenidən əyilmiş vəziyyətdə hərəkət etməyə başlamışdı. Mən bu vəziyyəti kadrlarda görmüşdüm və buna görə də o ifadəni işlətmişdim. Bu fikir xeyli səs-küyə səbəb oldu. Hətta təəccübləndim ki, niyə belə bir ajotaj yaranıb? Güya məni ittiham edirdilər ki, əskər onsuz da səngərdə əylə-əylə gəzir. Amma görünür ki, onlar müasir səngərləri görməyiblər. Onların səngər haqqında təsəvvürləri 1941-1945-ci illər müharibəsinin səngərləri səviyyəsində qalıb. Elman Nəsirov sorğumuzda müsbət qarşılanan və real nəticə verən addımını da xatırladıb. O bildirib ki, hökumətin parlament qarşısında hesabatı zamanı İranla sərhəd kəndlərinin infrastruktur problemini olduqca kəskin şəkildə gündəmə gətirib. Bildirdim ki, əgər həmin yollar 2-3 il ərzində çəkilməsə, insanlar artıq kütləvi şəkildə İranla sərhəd kəndlərini tərk etməyə başlayacaqlar. Vaxtında yollar çəkilməsə, sonradan onların çəkilməsinin də mənası qalmayacaq. Çünki insanların yaşamadığı ərazilərə niyə büdcə vəsaiti xərclənməlidir? Mənim bu çıxışımdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən mənə zəng olundu. Rəhbərliklə görüşdük və nəticədə 20 kəndə 36,2 kilometrlik yol çəkildi. Bu, həmin kəndlərdə çox böyük əks-səda doğurdu. Hətta Təklə kəndinin bərbad vəziyyətdə olan körpüsü də həmin proses çərçivəsində bərpa edildi. Deputat sonda vurğulayıb ki, icra strukturları ilə qurulan bu effektiv kommunikasiya birbaşa dövlət siyasətinin tələbidir.